bütün analar belədir. Amma bütün qadınlar ana deyil. Ana deyil. Hər uşaq dünyaya gətirməyə... Tamamilə İndi doğrudur. dediniz 9 ay bətrində, yox, 9 ay bətrində gəzdirməyi heç bir övlad öz anasından xahiş eləməmişdir. Gətirmisən, bətrində gəzdirdin, dünyaya gətirdin. Təbii ki, sən ən azından ilkin olaraq müəyyən qayğılarına qalmalısan. Təbii Bu ki. gün çox təəssüf edirəm. Mən təbii ki, heç vaxt razı deyiləm. Mənə də çox müraciət olur ki, məni atam evdən çıxardır, onu məhkəməyə verib oradan pay ala bilərəmmi? Nə bilim, atam ölməmiş, mən miras davası eləyə bilərəmmi? Təbii ki, mən buna getmirəm ki, mümkün də deyil. Bəli. Amma çox maraqlıdır. Necə olur ki, siz bu gün yaxşı övlad olursunuz? Hacı Rahim bu gün yaxşı övlad olur, amma kimsə pis övlad olur. Niyə? Ataların sözü var, deyir, nə tökərsən aşıva, o da çıxar qarşıva. Bu gün o anasına, atasına pis olan övladların valideynləri də zamanında öz anasına, atasına pis olmuşdu. Mən ətrafımda bunu görmüşəm, dəfələrlə görmüşəm. Bu gün övladından gəlib mənə şikayət eləyən, deyək ki, bu hamımızda var. Qohumum zamanında yadımdaydı ki, öz valideynlərinə necə idi. Ona görə də mən onu ona görmüşəm. görə də o xanıma mən keçən verilişlərdə dedim